Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Əziz izləyicilər, sizləri ilahi xitablar verilişindən xoş gördük. Hər birinizi salamlayıram. Gününüz xeyirli olsun inşallah. Bugünkü mövzumuz Nisa surəsinin 29-cu ayəsi barəsindədir. İlk olaraq ayənin tilavətini dinləyək. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. يا أيها الذين آمنوا لا تأكلوا أموالكم بينكم بالباطل إلا أن تكون تجارة عن تراض منكم ولا تقتلوا أنفسكم İnnəlləhə kənə bikum rəhimə. Bəli əzizlər, Nisa surəsinin 29-cu ayəsində Allah Teala bütün insanlara xitab edərək olduqca önəmli məsələləri bildirmişdir. Baxmayaraq ki, ayə iman gətirənlərə aiddir, amma burada olan göstəriş bütün insanların yerinə yetirilməsi lazım olan bir məsələdir. Ayənin qısa olaraq mən tərcüməsini deyim. İlk olaraq ayə əsasən iki hissəyə bölünür. Bir, ticarətlə əlaqəli, ikinci məsələ isə özünü öldürmək, intihar barəsindədir. İlk olaraq Allah Teala buyurur ki, Ya eyyuhəllezine amenu la ta'kulu amwalakum beynakum bil ba'til illa an takunu ticareten an tarazı minkum. Ey iman gətirənlər, birinizin mallarını öz aranızda nahaqdan yeməyin. Yalnız birinizin razılığı ilə olan ticarətdən başqa istisna. Burada Allah Teala bu məsələni vurğulayır ki, hər bir insan öz malını istifadə etməkdə azaddır. Amma başqasının malına əl uzadırsa, onu istifadə etmək istəyirsə, mütləq olaraq mal sahibinin rizayəti, razılığı şərtdir. Əgər bu icazə olmarsa, mal sahibi icazə vermərsə, bu nahaqdan yeyiləndir. Ayədə keçən əkil sözü, baxmayaraq ki, yeməyi ifadə edən sözdür, amma bütün formada olan mənimsəmələrə, ələ gətirməklər nəzərdə tutulur. Yəni, məqsəd yalnız və yalnız yeməklər deyil, qidalar deyil. Bütün istifadə olunan məsələləri ihtiva edir. Bəs nəyə görə Allah Teala bir şey ki, hər bir şeyi əhatə edir, hər bir təsərrüfü ifadə edir, əkil, yemək sözündən istifadə etmişdir. Bu barədə müxtəlif görüşlər var. Birinci görüşə əsasən, ümumən insan nə zaman əlini başqasının malına tərəf uzadır? Çünki onun, üzr istəyirəm, qarnının, mədəsinin onun tələb edir ki, sən başqasının malını nahaqdan ye. Yəni,
bəzən bütün insanların fəaliyyətlərinin, hərəkətlərinin arxasında onun mədəsi dayanır. Ona görə Allah buyurur ki, la tə'kulu. Yəni sizi hərəkətə gətirən, sizi nəyəsə sövq edən yalnız mədəniz olmamalıdır. İnsanın ağlı, düşüncəsi var. Onu idarə edən onun mədəsi deyil, onun düşüncəsi olmalıdır. Bu ayənin əkil, yəni yemək maddəsi ilə, kəlməsi ilə işlənməsinin bir mənası. İkinci mənaya əsasən buyurur ki, Allah Teala burada yeməyi ona görə işarə edir ki, insan yeyərkən bir şey tam olaraq aradan aparır. Yəni heç bir şey qalmır. Başqasının malını ələ keçirmək də buna bənzəyir ki, əgər sən onun malına sahib olsan, artıq onun özünə, sahibdə heç bir şey qalmayacaq. Hər bir halda Allah Teala burada insanı insan kimi yaşamağa dəvət edir. Batildə məqsəd isə müxtəlif formada sələm, qumar, çəkidə aldatmaq nəzərdə tutulur. Yəni bir insan ticarətdə başqasının malını az çəkərsə və yaxud sələm müqabilində verərsə, bunun hamısı batildir, nahaqdan yeməkdir. Əhl-i Beyt əleyhissalam batili daha geniş mənada tutmuşdur. Məsələn, İmam Baqir əleyhissalam buyurur ki, sələm, qumar, əskik satmaq, zülm, haqsız sahib malı başqasından nahaq yerə almağın hamısı batilin nümunələrindəndir. İmam Sadiq əleyhissalam isə daha geniş formada bu ayəni təfsir etmişdir. Buyurur ki, bir şəxs verə bilməyəcəyi borcu alarsa, bu nahaqdan malı yeməkdir. Yəni, əgər mən bir şəxsdən borc alıramsa və bilirəm ki, mən bunu ona qaytara bilməyəcəmsə, bu da onun malını batil, nahaqdan yeməyə şamildir. Allah Teala buyurur ki, bütün bunları bir düzəni var, bir qaydası var. O da sizin aranızda halal buyurulmuş ticarətdir. Yəni, həm mal sahibi öz işini, öz haqqını, öz hüququnu bilir və eyni zamanda bu malı alan da tam olaraq öz hüququnu bilir. Bu, Allahın hər hansı bir hökmü, hər hansı bir mənfi hökmü dedikdən sonra göstərdiyi bir proqramdır ki, insanlar bu proqrama əməl edərək Allahın bu haramından çəkinə bilərlər. Ayənin ikinci hissəsində Allah Teala buyurur ki, وَلَا تَقْتُلُوا أَنْفُسَكُمْ اِنَّ اللّٰهَ كَانَ بِكُمْ رَحِيمًا. Bu ayəni də bir çox müfəssirlər əvvəlki ayənin davamı olaraq təfsir etmişlər. Yəni, bir cəmiyyətdə ticari əlaqələr pozularsa, o cəmiyyət elə bir ki, özünü öldürmüş kimidir. Yəni, bir cəmiyyətdə insanlar arasında ticari, iqtisadi əlaqələr pozularsa, ticari əlaqələrin əsas meyarı biri-birlərini aldatmaq, biri-birlərinə zor gəlmək, biri-birlərinin pulunu, malını mənimsəmək olarsa, sanki bu cəmiyyət biri-birini öldürür. Bir hala ki, Allah sizə rəhimlidir, yəni Allah Teala sizə qaydaları vurğulayır, ticari qaydaları, iqtisadi qaydaları. Bəziləri ayəni bu formada təfsir etmişlər. Bəziləri müstəqil olaraq ayəni təfsir etmişlər ki, Allah Teala burada özünü öldürməyi qadağan etmişdir. Yəni insan özünü intihar etməsi təbii olaraq Qur'an-ı Kərimdə haram bildirilmişdir və bu həmən ayələrdən biridir ki, insan özünü intihar etməz. Məsələn, rəvayətlərdə oxuyuruq ki, bir insan soyuq havada, qış fəslində xəstə olan halda soyuq su ilə dəstəmaz alarsa, özünü öldürən şəxs kimidir, özünü intihar edən şəxs kimidir. Və yaxud əli boş, silahsız, kafir bir tərəfə gedərsə, kafirlərin yaşadığı məntiqə gedərsə və orada öldürülərsə, özünü öldürən şəxs kimidir. Əhl-i Beyt əleyhissalamın digər baxışı da budur ki, burada və la təqtulu ənfusəkumda məqsəd, yəni özünüzü öldürməyində məqsəd, özünüzdə məqsəd ilahi şəxslərdir, peyğəmbərlər, əhl-i beytlər, övliyalardır. Yəni insan həqiqətən əgər onlara qarşı zülm edərsə, ilahi şəxslərə zülm edərsə, özünü öldürmüş kimidir. Yəni biz diqqətlə baxdıqda görürük ki, bu mənada tam olaraq dolğundur. Çünki insanın, bir cəmiyyətin dəyər verdiyi
ilahi bir şəxsə qarşı insan rəğbət göstərmərsə, onu məsxərə edərsə, sanki cəmiyyət özünü öldürür. Çünki cəmiyyət həmən bu ilahi şəxslərlə, bu ziyalılarla tanır. Əgər cəmiyyət onları ləkələyərsə, məsxərəyə edərsə, həmən cəmiyyətin nüfuzu ölər, həmən cəmiyyətin şəxsiyyəti ölər. Hər bir halda bunların hamısı özünü öldürməyin müxtəlif nümunələri ola bilər. Allah Teala ayənin davamında buyurur ki, İnnəlləhə kənə bikum rəhimən. Həqiqətən də Allah Teala sizə qarşı daha mehribandır. Daha mehribandır, yəni nə? Sizin xeyrinizi, istər dünyəvi xeyriniz olsun, istər axirət xeyriniz olsun istəyir. Bəs xeyrimizi istəyib nə edir? Bizim hidayətimiz üçün müxtəlif qayda və qanunlar vurğulayır. Bu qayda və qanunlara tabi olmaqla biz ilahi rəhməti yaxından hiss edə bilərik. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuh.